Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Araz News radiosunun hörmətli dinləyiciləri, gündəm verilişinə xoş gəlmisiniz. Bugün İranın qəzai və əmniyyəti sisteminin Təbrizin Təzdidi Nəzər Məhkəməsində 13 milli mədəni fəallımıza qarşı verdiyi ağır həbs hökmlərini bütöv bir projenin hissəsi kimi araşdıracağıq. Toplamda 85 il aşan bu hökmlər yalnız bir məhkəmə qərarı deyil, bəlkə Azərbaycan Milli Hərəkətinin mədəni tələblərini əmniyyətiləşdirmək strategisinin yeni bir bölümüdür. Bu verilişdə Demokratlar Pərvəndəsi adı ilə tanınan bu siyasi senaryonu hüquqi prinsiplərdən uzaq, qorxu fəzası yaratmaq hədəfi ilə təşkil edilən bir baskı prosesi kimi təhlil edəcək və bu yolda canfişanlıq edən fəallarımızın vəziyyətini diqqət mərkəzinə qoyacağıq. Keçdiyimiz günlərdə Təbrizin Təzdidi Nəzər Məhkəməsi 13 milli mədəni Azərbaycan fəalına qarşı sadir olunmuş ağır hökmləri eyni ilə təsdiq etdi. Toplamda 85 il və 9 ay həbsə çatan bu hökmlər bir daha Cumhuri İslaminin Azərbaycanlı fəallarla əmniyyəti davranışını diqqət mərkəzinə qoyub. Bu fəallar 1402-ci ildə Təbrizin İttilaat İdarəsi tərəfindən tutuklanıb və 3 aydan çox əmniyyəti qurumların infiradi hücrələrində saxlanılıblar. Onların pərvəndəsi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində ölkə əmniyyətinə qarşı ictima və TOTə və Demokratlar qrupuna üzviyyət kimi ittihamlarla baxılıb. Təsdiq olunmuş hökmlərə əsasən bütün müttəhəmlər ölkə əmniyyətinə qarşı ictima və TOTə ittihamı ilə hər biri 3 il 7 ay həbs cəzasına məhkum olublar. Bununla yanaşı, Yürüş Mehrəlibəyli Demokratlar qrupu qurmaq ittihamı ilə 6 il 2 ay həbs cəzasına, digər müttəhəmlər isə Demokratlar qrupuna üzviyyət səbəbi ilə hər biri 2 il 9 ay həbs cəzasına məhkum ediliblər. Məhkum olunan fəalların adları bunlardır: Yürüş Mehrəlibəyli, Hamid Yeganəpur, İbrahim Əvəzzadə, Araz İbrahim Nəcad, Hüseyn Azadi, Əmir Hüseyn Ağayi, Nasir Rəzmcu, Davud Şiri, Cavad Sudbər, Mehdad Qadiri, Əli Babayi, Murtəza Nurməhəmmədi və Mir Məhəmməd Rıza Müvəhhid. Güney Azərbaycanın milli mədəni fəallarına qarşı ağır hökmlərin oxunması və təsdiqi yalnız hüquqi və ya əmniyyəti bir pərvəndə çərçivəsində izah edilə bilməz. Bu proses İranda fars olmayan millətlərin kimlik, dil və siyasi tələblərinə qarşı İslam Cumhuriyyətinin tarixi və qurumsal, yəni saxtari siyasətinin bir hissəsidir. Güney Azərbaycan fəalları ilə 4-10 illik qarşıdurma hər zaman mədəni tələblərin əmniyyətiləşdirilməsi və Azərbaycan Milli Hərəkətinin xarici təhdidi ilə bağlanması əsasında olub. Bu arada Demokratlar adlandırılan pərvəndə həmin siyasətin davamının ən aydın nümunələrindən biri kimi tanınmaq olar. Bu siyasət hüquqi prinsiplər əsasında deyil, bəlkə siyasi kontrol, kimliyi bastırmaq və qorxu fəzası yaratmaq məntiqi əsasında formalaşıb. Son aylarda bu pərvəndə Güney Azərbaycanın milli mədəni fəallarına qarşı ən geniş əmniyyəti pərvəndələrdən birinə çevrilib. 1402-ci ildə Təbrizin İttilaat İdarəsi tərəfindən bu fəalların tutuklanması və onların uzun müddət infiradi hücrələrində saxlanılması ilk gündən bunu göstərirdi ki, əmniyyəti qurumlar bu pərvəndəni siyasi və təbliğati bir projeye çevirmək niyyətindədirlər. Tutuklananların çoxu aylarla vəkildən tam yararlanmaq, ailə ilə düzənli əlaqə və ilkin hüquqi haqlardan məhrum edilmişdilər və sorğu-sual prosesi də tamamilə əmniyyəti bir fəzada və müstəqil qurumların nəzarəti olmadan həyata keçirilirdi. İndi isə Təzdidi Nəzər Məhkəməsində ağır həbs hökmlərinin təsdiqi ilə aydın olub ki, İslam Cumhuriyyətinin qəzai sistemi əməli olaraq ittilaat qurumlarının rivayətini və senaryosunu heç bir dəyişiklik etmədən qəbul edib. Verilən hökmlər əsasında 13 Azərbaycanlı fəal toplamda 85 ildən artıq həbs cəzasına məhkum edilib. Bu hökmlər əsasən ölkə əmniyyətinə qarşı ictima və TOTə və Demokratlar qrupuna üzviyyət kimi kilişəli ittihamlar əsasında verilib.
müttəhimlərin mədəni və siyasi fəaliyyətlərinin mahiyyəti ilə müqayisədə bu hökmlərin ağırlığı hökumətin Azərbaycanda qorxu fəzası yaratmaq təlaşını göstərir. Bu pərvəndənin müttəhimləri arasında Yürüş Mehrəlibəylinin vəziyyəti xüsusi diqqət çəkir. O, Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından sayılır və Azərbaycan şəhərlərində etirazlar və mədəni çağırışları dəstəkləyən mesajlar yaydıqdan sonra tutuqlanıb və xəbərlərə görə Vizarət-i İttilaatın xüsusi bazdaştgahında saxlanılır. Ailəsinə yaxın mənbələr və insan haqları fəalları tərəfindən yayılan raporlar göstərir ki, o, şədid ruhi və cismi baskılar altındadır və bir məhbusun ilkin haqlarından, o cümlədən ailəsi və vəkil ilə azad əlaqə qurmaqdan məhrum qalıb. Eyni zamanda Əli Babayinin də vəziyyəti ibham içindədir. O, Təbrizdə əmniyyəti qüvvələr tərəfindən tutuqlandıqdan sonra uzun müddət ailəsi ilə azad təmasdan məhrum olub və onun pərvəndəsinin vəziyyəti və saxlandığı yer haqqında aydın bir bilgi yayılmayıb. Güney Azərbaycan Milli Hərəkəti son 10 illiklərdə daha çox ana dilində təhsil, qurumsal təbizin aradan qaldırılması, mərkəziyyətsizlik, mütəvazin bölgəsəl inkişaf və Azərbaycan türklərinin kimliyinin rəsmiləşdirilməsi kimi tələblər üzərində köklənib. Bununla belə, İslam Cumhuriyyəti həmişə bu tələbləri vətəndaşların təbii haqları kimi deyil, bəlkə dövlətin ideologik və mərkəziyyətçi quruluşuna qarşı bir təhdid kimi görüb. Bu səbəbdən Azərbaycanın təqribən bütün tanınmış fəalları gec-tez əmniyyəti pərvəndələr, tutuqlanma, həbs, sürgün və ya ictimai məhrumiyyətlərlə üz-üzə qalıblar. Belə bir fəzada İnqilab Məhkəməsi əməli olaraq əmniyyəti qurumların icra qoluna çevrilib və bu pərvəndələrdə qəzai müstəqillik öz mənasını itirib. Bu son pərvəndədə xüsusi əhəmiyyət daşıyan məsələ hökmlərin mətninin İttilaat İdarəti tərəfindən hazırlanmış keyfərxast ya ittihamnamə ilə tam bənzərliyidir. Bu durum göstərir ki, məhkəmə prosesi müstəqil qəzai araşdırma əsasında deyil, bəlkə qabaqcadan təyin olunmuş əmniyyəti qərarlar çərçivəsində baş verib. Qazi İttilaat dəstgahının yazdığı senaryonun yalnız imzaçısı rolunu oynayanda artıq məhkəmədən danışmaq olmaz. Bəlkə bunu təşkilatı bir baskı prosesinin hissəsi kimi görmək lazımdır. Belə bir gedikat nə təkcə adil məhkəmə prinsiplərini pozur, bəlkə İslam Cumhuriyyətinin hər hansı müstəqil mədəni təşkilatla qarşılaşmaqdakı əmniyyəti mahiyyətini də ortaya qoyur. Ölkə əmniyyətinə qarşı ictima və totə və ya qrupa üzviyyət kimi ittihamlar son illərdə İranda etniki, sinfi, öğrenci və siyasi fəalları bastırmaq üçün sabit bir araca çevrilib. Bu ittihamlar genel və bəlirsiz olduqları üçün əmniyyəti qurumların hər cür istədikləri kimi təfsir etmələrinə imkan yaradır. Azərbaycanlı fəalların pərvəndəsində də eyni şablon təkrarlanıb. Heç bir şəffaf sənəd təqdim edilmədən mədəni və siyasi fəaliyyətlər əmniyyəti təhdid kimi qələmə verilib. Halbuki bu şəxslərin fəaliyyətinin böyük bir hissəsi mədəni, mediatik və dil və kimlik haqlarını müdafiə etmək sahəsində olub. İslam Cumhuriyyətinin hər mədəni tələbi əmniyyəti məsələyə çevirməsi əməli olaraq hər cür qanuni və barışçıl fəaliyyətin yolunu bağlamaqdır. İslam Cumhuriyyətinin Güney Azərbaycana qarşı siyasətinin ən önəmli özəlliklərindən biri Azərbaycan Milli Hərəkətini daim xarici dövlətlərə və aktorlara bağlayaraq xarici totə kimi qələmə vermək təlaşıdır. Bu əmniyyəti anlatı 10 illiklərdir ki, təkrarlanır. Hökumət Azərbaycanlı fəalları qonşu ölkələrə və ya ayrılıqçı projelərə bağlamaqla onların tələblərinin ictimai məşruiyyətini sual altına almaq və baskı üçün rəvani ya psixolojik zəmin yaratmaq istəyir. Həqiqətində hökumət Azərbaycan xalqının gerçək tələblərinə cavab vermək yerinə məsələnin əslini xarici totəyə indirir. Bu siyasət içəridəki baskıdan əlavə İranın ümumi fikrində milliyyətçi və oyanışçı hissləri təhrik etmək və baskını məşru göstərmək hədəfi ilə izlənilir.
Bu arada qapalı məhkəmə mövzusu və müttəhimlərin hökm mətninə əl satmasının qarşısının alınması böyük siyasi əhəmiyyət daşıyır. Hökumət çox yaxşı bilir ki, məhkəmə prosesinin açıq olması və pərvəndənin cüziyyatının yayılması bir çox ittihamların əsassız olduğunu ortaya qoya bilər. Bu səbəbdən siyasi və əmniyyəti pərvəndələr qapalı və kontrollu bir fəzada keçirilir ki, ümumi fikir və rəsanələrin nəzarətinin qarşısı alınsın. Müttəhimlərin ilkin məhkəmə haqlarından məhrum etmək, rəvani baskı və fəalların siyasi müqavimətini sındırmaq mexanizminin bir parçasıdır. Bu məsələ Azərbaycanlı fəallar haqqında daha böyük əhəmiyyət daşıyır. Çünki hökumət hər zaman Azərbaycanda ictimai dayanışmanın genişlənməsindən narahatdır. Fəalların uzun müddət infiradi hücrələrdə və əmniyyəti bazdaşlıqlarda saxlanılması, rəvani işgəncədən və ittilaati baskılardan sistematik istifadə edildiyini göstərir. İslam Cumhuriyyətinin əmniyyəti quruluşunda infiradi yalnız bir həbs şivəsi deyil, bəlkə ruhiyyəni dağıtmaq, məcburiyyətli etiraflar almaq və siyasi susqunluq təmin etmək aracıdır. Son illər Azərbaycanlı fəalların vəziyyəti haqqında olan çox saylı raporlar göstərir ki, əmniyyəti bazdaşlıqlarda cismi və ruhi baskılar geniş şəkildə tətbiq olunur. Yürüş Mehrəlibəylinin həbsinin davamı və Əli Babai ilə digər Azərbaycanlı fəalların vəziyyətindən xəbərsizliyi də həmin çərçivədə izah edə bilərik. Yəni, hökumətin ictimai təsir gücünə malik olduğunu düşündüyü fəallar üçün yorucu ya fərsayişi şərait yaratmaq. Azərbaycan fəallarına qarşı baskıların artması, İslam Cumhuriyyətinin iç və bölgəsəl böhranları ilə eyni zamana düşməsi də diqqət çəkici konulardan biridir. Hökumət məşruiyyət böhranı, ictimai etirazlar və ya bölgəsəl gərginliklərlə üz-üzə qaldığı dövrlərdə fars olmayan bölgələrdə baskıları daha da artırır. Çünki İranda hakimiyyət quruluşu hər zaman sərasəri siyasi böhran ilə millətlərin tələblərinin ehtimali birliyindən qorxub. Güney Azərbaycan coğrafi, demografik mövqeyi və ictimai səfərbərlik, yəni bəsici ümumi zərfiyyəti səbəbilə hökumət üçün ən həssas bölgələrdən biri sayılır. Bundan dolayı Cumhuri İslaminin amacı bu bölgədəki hər bir təşkilati hərəkəti geniş bir ictimai gücə çevrilmədən öncə bastırmaqdır. Bu pərvəndədə baş verənlər göstərir ki, Azərbaycan fəallarına qarşı baskı siyasəti yalnız tutuqlanma və həbs ilə məhdudlaşmır. Bəlkə əsas hədəf Güney Azərbaycan Milli Hərəkətinin ictimai və mədəni şəbəkələrini dağıtmaqdır. Bu pərvəndədə məhkum olunan fəalların çoxu daha öncədə çağırılma, tutuqlanma və ya ictimai və iş məhrumiyyətləri ilə üzləşiblər. Bir nəfərə qarşı pərvəndə sazinin təkrarlanması, ağır hökmlərdən istifadə və əmniyyəti bazdaşlıqlarda uzun müddət saxlamaq Azərbaycanda mədəni fəaliyyətləri söndürmək üçün ittilaat qurumlarının yorucu ya fərsayişi stratejisinin bir hissəsidir. Bunu da əlavə etməliyik ki, bu pərvəndə ilə eyni vaxtda onlarca başqa Azərbaycanlı siyasi məhbus da Evin, Təbriz və İslam Cumhuriyyətinin başqa bazdaşlıqlarında baskı altındadırlar. Əbdüləziz Əzimi Qədim, Vədud Əsədi, Salar Tahir Əfşar, Ayaz Seyfxa, Abbas Lisani, Mahmud Ocaqlu, Tahir Nəqəvi, Araz Aman və Fatimə Atəşi Xiyavi kimi simalar illərdir ki, əmniyyəti pərvəndələr həbs hökmləri, sürgün və ya geniş məhrumiyyətlərlə üz-üzədirlər. Bu məhbusların çoxu ağır cismi şəraitində saxlanılır və onların dərman haqqında, düzənli görüşdən və ilkin imkanlardan məhrum edilmələri haqqında çox saylı raporlar yayılıb. Türk siyasi məhbuslara qarşı baskı son illərdə xüsusilə sərasəri etirazlardan sonra və ölkədə əmniyyəti fəzanın şiddətlənməsi ilə daha da artır. Bu baskılara baxmayaraq, son 10 illiklərin təcrübəsi göstərir ki, əmniyyəti qarşı durma Azərbaycanda milli tələblərin sona çatmasına səbəb olmayıb. Bəlkə daha da kimlik və siyasi oyanışın artmasına səbəb olubdur. Azərbaycan fəallarının yeni nəsli keçmişdən daha çox kimlik, təbiiz və milli haqlar məsələlərinə diqqət yetirir və ictimai şəbəkələr və müstəqil medialarda bu oyanışın yayılması üçün imkan yaradıb. Hökumət tutuqlanma və həbs ilə müvəqqəti olaraq ümumi fəzanı kontrol edə bilsə də, narazılığın ictimai köklərini həsf etməyə qadir deyil. Ana dili, iqtisadi təbiiz, mərkəziyyətçilik və kimliyin inkarı məsələləri hələ də qalır və bu məsələlər Azərbaycan Milli Hərəkatının davam etməsi üçün zəminə yaradır.
Azərbaycanlı siyasi və mədəni fəallara qarşı olan baskılar İran İslam Cümhuriyyətinin siyasi quruluşunun ölkədəki milli və mədəni haqlar və istəklər qarşısında bir çıxmaza girdiyinin bir işarəsidir. Bu gedişatın davam etməsi hökumət ilə fars olmayan millətlər arasındakı çatlağı daha da dərinləşdirir. Mədəni fəallar, yazıçılar və öğrencilər ağır həbs hökmləri ilə üzləşəndə hökumətin mesajı aydındır. Əmniyyəti kontroldan xaric heç bir müstəqil fəzaya dözüm göstərilməyəcək. Sonuç olaraq demokratlar pərvəndəsini bir neçə siyasi fəalın pərvəndəsindən daha uzaq görmək lazımdır. Bu pərvəndə Güney Azərbaycana qarşı Cümhuriyyət İslaminin siyasətinin aydın bir görüntüsüdür. Kimliyin əmniyyətiləşdirilməsi, müstəqil təşkilatlanmanın bastırılması, yargı sistemindən bir bastırma aracı kimi istifadə və hər bir tənqidi səsi söndürmək təlaşına dayanan bir hökmranlıq. Ancaq bunun qarşısında mədəni etirazların davamı, fəalların ictimai şəbəkələrin qurması və yeni nəsil arasında kimlik oyanışının genişlənməsi göstərir ki, Azərbaycan məsələsi həbs və baskı ilə deyil, yalnız bərabər haqların qəbul edilməsi və təbizli siyasətlərin sona çatdırılması ilə həll oluna bilər. Əziz dinləyicilər, gündəm verilişinin bu bölümünün sonuna çatdıq. Bugün danışdığımız hökmlər yalnız ədliyyə salonlarında verilən qaydələr deyil, bəlkə insan haqlarının, azad fikrin və demokratik tələblərin bu toprakda necə çətin bir sınaqdan keçdiyini göstərir. Bizim burada yaşadığımız hər bir çətinlik həqiqətin gün ışığına çıxması üçün verilən bir bədəldir. Hakimiyyətlər, məhkəmələr və divarlar keçicidir. Ancaq bir xalqın öz kimliyini, dilini və haqqını müdafiə etmək istəyi qalıcıdır. Bu ağır günlərdə unutmamalıyıq ki, bizim birliyimiz və bir-birimizin səsi olmağımız hər bir baskıdan daha güclüdür. Haqq yolunda adı çəkilən hər bir fəal bu toplumun aydınlığı üçün bir məşəldir. Gündəm verilişi haqsızlığa qarşı susmayanların səsi olmağa davam edəcək. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Gələcək verilişlərdə daha gözəl və azad günlər umudu ilə hər birinizə xeyirli günlər arzulayıram. Sağ qalın, salamat qalın. Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz.